ödülləri bir-birini salınayır. Oyunun başlaması üçün hər şey artıq hazırdır. Bir daha xatırladaq ki, Cənub mini futbol turniri, mini futbol federasiyasının dəstəyi və Lənkəran futbol klubunun təşkilatçılığı ilə keçirilir. Mini futbol federasiyasının fəxri prezidenti Orxan Məmmədova təşəkkür edirik və Mini futbol federasiyasının vitse prezidenti baş katibi və digər əməkdaşlara təşəkkürümüzü bildiririk. Başlamaq üzrədir. Biz çalınır və hakimiyyətin komandası top oyuna qalxır. Çox gəncə imkan mərkəzindədir. 13 nömrəli oyuncu. Ötürmə. Top meydanından tərk edir və alt. Yerinə yetirilir. Hücumu top qapıda var. Arkadaşlar qeyd edək ki, bugünkü bu qarşılaşmada üzdə gələn komandalar Lənkəran şəhər icra hakimiyyəti və Lənkəran şəhər gənclərin inkişaf və karyera mərkəzi. İnkişaf mərkəzi hücum təşkil etməyə çalışır. Ötürmə, uçurilir, top şəhər icra hakimiyyətinin üzründədir. Ötürmə və Gəncə İnkişaf Mərkəzinin müdafiəçisi topu alt xəttinə çıxardır. Lənkəran icra hakimiyyətinin ötürmə 10 nömrəli oyuncu, 2 oyuncunu çox gözəl keçir, lakin zərbəsində dəyili çatmır. Gəncə İnkişaf Mərkəzinin hücumu top 13 nömrəli oyuncudadır. Uçurur, şəhər icra hakimiyyəti 28 nömrəli oyuncudan zərbə top alt xəttindən kənara çıxır. Şəhər icra hakimiyyətinin növbəti hücumu 10 nömrəli oyuncu topu saxlayır. Gəncə İnkişaf Mərkəzinin növbəti hücumu ötürmə dəqiq deyil və vaxtında irəli çıxan topu İndi isə İnkişaf Mərkəzinin növbəti hücumu qaydasında yerinə yetirilmədiyinə görə şəhər icra hakimiyyətinin komandası hücumu tərəfindən on nömrəli oyuncu ötürmə, zərbə qapı yerindədir. Elə də güclü olmayan zərbəni qapı qazanmaq baxarıq. Gəncə İnkişaf Mərkəzinin növbəti zərbə top ötürmə yerdən qapıya top Gəncə İnkişaf Mərkəzinin qapısına kimi gəlib çıxır. Topu itirməməyə çalışırlar və top şəhər icra hakimiyyəti tərəfindən altdan oyuna daxil edilir. 28 nömrəli oyuncudan gözəl reyt, ötürmə, zərbə. Topu isə indi Gəncə İnkişaf Mərkəzinin oyuncular tərəfindən gəlir yerinə yetirilmir. 28 nömrəli oyuncu geçmeye çalışıyor. Ötürmə qapıya. Baxır, yenidən qaytarır.
Top itirilib və növbəti yerinə Şəhid hakimiyyətində qalıb top. 28 nömrəli 12 topu itirir. Gəncə İnşaat Mərkəzi növbəti hücumu. Top hələ ki itirilmir. Yenidən zərbə müdafiəçilərindən bloklanır. Yerlər bax gözəl oynayır. Növbəti əks hücumu 10 nömrəli oyuncu bir oyuncunun keçmə çalışırlar kimi alınmır. Gəncə İnşaat Mərkəzinin 9 nömrəli oyuncu çox gözəl bir keçiddə yadda qalır və zərbəsi 28 nömrəli oyuncu çox gözəl topu itirir. İnşaat Mərkəzinin hələ ki davam edir. Götürmə çatan olur. Qapıdan hava ötülməsi təqib deyil. Şəhid hakimiyyətinin bir nömrəli üzvü. 10 nömrəli oyuncu ötülməkdir, lakin onun ötülməsi təqib deyil. Top yenidən Şəhid hakimiyyətindədir. Qapıdan növbəti hava ötülməsi. Gəncə İnşaat Mərkəzinin oyuncusu topu itirmir. Hələ ki özündə saxlayır. Və top indi alt xəttini tərk edir. Gəncə İnşaat Mərkəzi altdan topu daxil edəcək. Başlayıram növbəti hücumu. Top nömrəli oyuncudadır. Ay götürmə. 7 nömrəli oyuncu. Zərbə. Güclü olmayan zərbə qapı tərəfindən çıxır. Gəncə İnşaat Mərkəzinin zərbəsindən götürmə. Qapı üçün çox yavaşlı top olur. Və qapıdan qeyri-dəri götürmə. İndi Gəncə İnkişaf Mərkəzinin qapısı topunu daxil edir. Top 6 nömrəli oyuncudadır. Yenidən qapısı ilə oynayır. 7 nömrəli oyuncudadır top. Keçməyə çalışır. 28 nömrəli oyuncunu keçə bilmir. Topunu alırlar. Lakin Gəncə İnkişaf Mərkəzi hələ ki topu keçə toplamağı bacarır. Gəncə İnkişaf Mərkəzi Zərban deyək, top Şəhid hakimiyyətinin tərəfindən daxil ediləcək. Onun yoldaşlarına baxır, ən yaxın olan bəli, Şəhid hakimiyyətinin növbəti hücumu top Gəncə İnkişaf Mərkəzindədir. Az da olsa çətinlik çəkir və top meydanı tərk edir. Şəhid hakimiyyətinin növbəti hücumunu vurmağa çalışır. Top hələ ki onlardadır. 10 nömrəli oyuncu baxır, zərbə. Təqib deyil. Top qapı xəttinin üstünə onu tərk edir. Gəncə İnkişaf Mərkəzinin hücumu davam edir. Top 10 nömrəli oyuncudadır. Sağ çəkir, lakin Şəhid hakimiyyətinin müdafiəçisi topu Top 6 nömrəli oyuncudadır. Kanun yoldaşlarına baxır. Yanındakı oyuncunun oynayır. Deyil. Qapıdan ötürməni. Dəqiq deyil. 18 nömrəli oyuncu topa çata bilmir. Və Gəncə İnkişaf Mərkəzinin növbəti hücumu altdan başlayır. Bakın 10 nömrəli oyuncu dəqiq tapır. Topdan Şəhid hakimiyyətinin başlayır. Qapıdan uzun bir ötürmə.
28 nömrəli oyuncu topu saxlaya bilmir. İndi Gəncə İnkişaf Mərkəzinin növbəti hücuma başlayır. Ayaqçı kimi orada qal, eləsin top götür, boş qal. Mahuladakı hesab 0-0-dır. Şəhər hakimiyyətinin növbəti hücumu Qapıdan ötürmə. Top 9 nömrəli oyunculardır. Zərba və Gəncə İnkişaf Mərkəzinin qapısı yaxşı oynuyor. Şəhər hakimiyyətinin növbəti hücumu. Topu yenidən köylülər və Gəncə İnkişaf Mərkəzinin meydanı saxlamaq bacarır. Top yenidən Gəncə İnkişaf Mərkəzindədir. 7 nömrəli oyuncu baxır, bir oyuncunu keçir, ikinci oyuncunu keçir. Komanda yoldaşına baxır. Nəhayət götürmə edir, lakin Şəhər hakimiyyətinin müdafiəçisi topu arxasına çıxarır. Topu Gəncə İnkişaf Mərkəzinin üstünə daxil edir. Altdan ötürmə. Şəhər hakimiyyətinin müdafiəçisi tərəfindən qapıdan çıxarılır. İndi Gəncə İnkişaf Mərkəzinin ötürmə. Gəncə Şəhər hakimiyyətinin 9 nömrəli oyuncu topuna daxil edir. Yenidən topundadır. Ötürmə. Gəncə İnkişaf Mərkəzi yetimlər oyuncu yenidən ötürmə. Qeyri-daim zərbə ilə hücum yaşanması. İndi Şəhər hakimiyyətinin qapısı topuna daxil edir. Sağ cinahdan hücum davam edir. Top 9 nömrəli oyunculardır. Ötürməsi dəqiq deyil. Gəncə İnkişaf Mərkəzi topu qazanır və yeni hücum təşkil edir. Zərbə onu tərk edir. Biriniz qabağında qalın. Zərbəsi hücum davam edir. Top Şəhər hakimiyyətinin bir dəqiq götürmələr. Şəhər hakimiyyəti indi əks hücuma çıxmağa çalışır. 28 nömrəli oyuncu topa çata bilmir və Gəncə İnkişaf Mərkəzinin oyuncusu topu arxasından çıxarmağı bacarır. Xatırladaq ki, oyunda hesablara asılmayıb. Oyun 0. Gəncə İnkişaf Mərkəzinin müdafiəçisi topu yenidən arxasına çıxardır. Şəhər hakimiyyətinin növbəti hücumu və bloklanır. İndi isə Şəhər hakimiyyətinin komandası gün zərbəsindən oyuna başlayacaq. Az-azı dəyərli çatmır və alt zərbəsindən Gəncə İnkişaf Mərkəzinin oyuncusu top oyuna daxil edir. 10 nömrəli oyuncu yoldaşına yetirmə edir. Top yenidən nömrəli oyuncudadır. Zərbə komandasının növbəti hücumdadır. 9 nömrəli oyuncu baxır, topu komanda yoldaşına ötürür. Gəncə İnkişaf Mərkəzinin növbəti hücumu. Ötürmə. Baş zərbəsi dəqiq deyil. Arzun nəticəsində İndi isə Şəhər hakimiyyətinin komandası yeni hücum təşkil edir. Çox hərəkət olunmalıdır. 9 nömrəli oyuncudur. Zərbə və top alt xəttini tərk edir. İndi Şəhər hakimiyyətinin gün zərbəsindən növbəti hücum olacaq. Ötürmə. Dəqiq deyil, 28 nömrəli oyuncu qapıya baxır, zərbə indirməyə çalışır və dəqiq deyil. Gəncə İnkişaf Mərkəzi növbəti hücumu alınmır və top 9 nömrəli oyuncudadır.
Birazdan Gəncə İnkişaf Mərkəzi topa qapıdan oyuna başlıyor. Nömrəli oyuncudadır. 13 nömrəli oyuncu bir müdafiəsini keçib. Zərbə endirməkdən dönürlər. Sərvic hakimiyyəti hücumdadır. 6 nömrəli oyuncudan zərbə və dəqiq deyil. Gəncə İnkişaf Mərkəzinin yeni hücumu başlayıb. Top 7 nömrəli oyuncudadır. Komanda yoldaşına baxır. 9 nömrəli oyuncu ötürür. 7 nömrəli oyuncudadır. Hücum davam edir. 7 nömrəli oyuncu, top 13 nömrəli oyuncu ötürür. İndi isə 9 nömrəli oyuncu zərbə, top qapı təşkilinə buradan zərbə ilə oyuna başlayır. Başlı çəkir. Yenidən ötürür. 11 nömrəli oyuncu topu saxlaya bilmir. Lənkəran Gəncə İnkişaf Mərkəzinin hücumu və 7 nömrəli oyuncuya qarşı qayda pozuntusu hakim qeydə alır. İndi Gəncə İnkişaf Mərkəzi cəmlə zərbəsinin topunu saxlamadan daxil edir. Top hələ ki onlardadır. 6 nömrəli oyuncu komanda yoldaşına baxır, götürmə edir. 9 nömrəli oyuncudadır. Yenidən qapıdan zərbə ilə yeni hücuma başlayacaq. Qapıdan hücuma təqibdir. Top 6 nömrəli oyuncudadır. Ötürməsi dəqiq deyil. Oyuna Gəncə İnkişaf Mərkəzi başlayacaq. Qapısı komanda yoldaşına baxır, ötürmə edir. Və top şəhər hakimiyyətinin güclü tərəfindən alt xəttindən çıxarılır. İndi Gəncə İnkişaf Mərkəzi alt xəttindən topuna daxil edir. Keçməyə çalışır. Hələ ki topu itirmirlər. Top alt xəttini tərk edir. Top Gəncə İnkişaf Mərkəzinin 13-cü əlinə dəyir. Şəhər hakimiyyəti cəmə zərbəsində olma başlayır. Top qapıdadır. 6 nömrəli oyuncu topu ötürür. Komanda yoldaşına. Və yenidən Gəncə İnkişaf Mərkəzi hücum etməyə çalışır. Ötürmə dəqiq deyil. İndi Gəncə hakimiyyətinin qapısı yeni hücumu başlamağa çalışacaq. Havadan ötürmə. Top şəhər hakimiyyətinin oyuncusunda qalır. Topu itirmir. 11 nömrəli oyuncu ötürür. Top 6 nömrəli oyuncudadır. Zərbə vurmağa imkan tapmır. Yeni zərbə. Hələ ki şəhər hakimiyyətinin hücumu davam edir. Zərbə və qapıcı yerindədir. Qapıcı üçün elə də çətin olmayan top. Demək olar ki, qapıcının edir. Təqsim olmuyor. İndi şəhər hakimiyyətinin bəli, şəhər hakimiyyətinin növbəti top qapıdadır. Topu 28 nömrəli oyuncu ötürür. Bu da komanda yoldaşına baxır. Hələ ki topu özündə saxlayır. Topu itirir və Gəncə İnkişaf Mərkəzinin növbəti hücumu. Zərbə yerindədir. İnkişaf Mərkəzinin növbəti zərbə yenidən qapı yerindədir. Baxır, bir oyuncu keçir zərbə, qapısı yenidən yerindədir. Top şəhər hakimiyyətinin oyuncularından olur. Lakin top yetirirlər. Gəncə Mərkəzinin nömrəli oyuncudan mərkəzə atır. Top 7 nömrəli oyuncu topu yetirir. Gəncə İnkişaf Mərkəzindən növbəti hücum. Top 9 nömrəli oyuncudan hava ötürməsi və hakim ilk keçərə xatırladaq ki,
bu qarşılaşmanın komandaları Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər Gənclərin İnkişafı və Fəaliyyət Mərkəzinin komandalarıdır. İlk hissədən sonra hesabda heç bir dəyişiklik yoxdur. Yəni sınayıb 0-0-dır. Gənclər İnkişaf Mərkəzinin ilk hücumu şəhər İcra Hakimiyyətinin oyunçusu tərəfindən topla xəttindən çıxarılır. Gənclər İnkişaf Mərkəzinin hücumu davam edir. Topu itirməyə saxlamağa çalışırlar. Çox şəhər İcra Hakimiyyətinin 28 nömrəli oyunçusundadır. Keçməyə çalışır. Top 7 nömrəli oyunculardır, özündə topu özündə saxlamağı bacarır, itirməyib. Oyun qaldığı yerdən davam edir. Gənclər İnkişaf Mərkəzinin hücumunu izləyirik. Top 7 nömrəli oyunculardır. Gənclər İnkişaf Mərkəzinin hücumu bacarır və şəhər İcra Hakimiyyətinin komandasındadır. Şəhər İcra Hakimiyyətinin komandası yeni Gənclər İnkişaf Mərkəzinin hücumu, topu itirirlər, şəhər İcra Hakimiyyəti top yenidən şəhər İcra Hakimiyyətindədir. İndi isə Gənclər İnkişaf Mərkəzinin lakin şəhər İcra Hakimiyyəti buna imkan vermir. Gənclər İnkişaf Mərkəzi növbəti hücumu. Topu hələ gözünə saxlanır. 7 nömrəli oyuncusunun ötürünə. 12 nömrəli oyuncu topu ötürür. Top hələ ki Gənclər İnkişaf Mərkəzinin oyuncusundadır. Hakim qayda pozuntusunu qeydə alır, indi şəhər İcra Hakimiyyəti. Gənclər İnkişaf Mərkəzinin oyuncusu topu cərimə zərbəsindən ona daxil edəcək. Lənkəran İcra Hakimiyyətinin komandası Qasim topu oyuna daxil edir. Çox gözəl bir gol və İcra Hakimiyyəti hesabda önə keçir. Gənclər İnkişaf Mərkəzi. Mərkəzdən topunu daxil edir.
çalışırlar. Top icra hakimiyyətinin 10-sundadır. Qapçıya kimi gəlib çıxır. Və icra hakimiyyətinin 17 nömrəli oyuncusu. Komanda yoldaşına ölçəmə dəqiq deyil. İndi Gəncə İnkişaf Mərkəzinin altdan top oyuna daxil edir. Altdan yeni vurmağa çalışır. Top hələ ki icra hakimiyyətinin komandasındadır. İndi Gəncə İnkişaf Mərkəzi küncdən zərbə ilə top oyuna daxil edəcək. Ötürmə 7 nömrəli oyuncudan baş zərbəsi dəqiq deyil və hakim qayda pozuntusunu qeyd alır. Xatırladaq ki, oyun 1-0 icra hakimiyyəti komandasının xeyrinədir. İndi icra hakimiyyəti sərbəst ilə top oyuna daxil edir. Top asasını tərk edir və indi Gəncə İnkişaf Mərkəzi yeni hücum qurmağa çalışır. 13 nömrəli oyuncu topu itirir. İcra hakimiyyətinin 28 nömrəli oyuncusu bir oyuncunun çox ustalıqla keçir. Komanda yoldaşları 10 nömrəli oyuncuları Əksibin təşkil olunur 9 nömrəli oyuncudan və qapçı yerindədir. Gəncə İnkişaf Mərkəzinin 13 nömrəli oyuncusu topu özünü hələ ki aparır, komanda yoldaşına ötürür. Top meydanı tərk etmir, hücum davam edir. İndi icra hakimiyyətinin oyuncuları qapıdan zərbə ilə yeni hücum qurmağa çalışacaq. Xatırladaq ki, oyun icra hakimiyyətinin 1-0 Gəncə İnkişaf Mərkəzinin növbəti hücumu dəqiq ötürmə deyil, lakin top onlarda qalır. 8 nömrəli oyuncudan ötürmə, 13 nömrəli oyuncu komanda yoldaşına baxır. Top icra hakimiyyəti komandasındadır. 10 nömrəli oyuncudan top Gəncə İnkişaf Mərkəzindədir. Icra hakimiyyətinin oyuncusu topu almağı bacarır. 10 nömrəli oyuncusu. Gəncə İnkişaf Mərkəzinin yeni hücumu 8 nömrəli oyuncudadır. Zərbə icra hakimiyyətinin müdafiəçisi tərəfindən bloklanır və Gəncə İnkişaf Mərkəzi küncdən zərbə ilə davam edəcək. Yeni hücum və zərbə dəqiqdir. İndi icra hakimiyyəti komandasının növbəti hücumu top 28 nömrəli oyuncudadır. Bir oyuncu keçməyi başlayır. Ondan çox otobasyon tərəfindən saxlanılır. Topu itirirlər.
inkişaf mərkəzi topu altdan oyuna daxil edəcək. Bəli, bu altı ikinci zərbəsidir. Ötürmə dəqiq deyil. İcra Hakimiyyəti komandasının növbəti hücumu. Topu komanda yoldaşına ötürür. Və oyuna yenidən İcra Hakimiyyətinin komandası başlayacaq. Qapıcı komanda yoldaşlarına baxıb ötürmə edir, lakin top meydanı tərk edir. İndi Gəncə İnkişaf Mərkəzinin altdan yeni hücum başlayacaq. Top 8 nömrəli oyuncudadır. Ötürmə dəydi, İcra Hakimiyyət komandasının növbəti hücumu. Gəncə İnkişaf Mərkəzinin komandasının növbəti hücumunu izləyirik. Top 13 nömrəli oyuncudadır. Ötürməsi dəqiq deyil. İcra Hakimiyyətin komandası topu ələ keçirdir, lakin top meydanı tərk edir. İcra Hakimiyyəti komandasının oyuncuları altdan toplarına daxil edir. Top 28 nömrəli oyuncudadır. Ötürməsi dəqiqdir. 17 nömrəli oyuncu zərbə. İcra Hakimiyyəti komandası ötürmə dəqiq deyil. Gəncə İnkişaf Mərkəzi 8 nömrəli oyuncu topu komanda yoldaşına ötürür. Top 13 nömrəli oyuncudadır. Yenidən 8 nömrəli oyuncudadır. Keçməyə çalışır, lakin alınmır. Və top qapıcıdan hava ötürməsi. İcra Hakimiyyəti komandası topu çox gözəl saxlayır özündə. Top 28 nömrəli oyuncudadır. Bir oyuncu ustalıqla keçir. Top meydanı tərk edir. İcra Hakimiyyəti komandası topu alt zərbəsilə oyuna daxil edəcək. Biz müdafiə edirik burada. Top kalitesi. 17 nömrəli oyuncu topu qapısına ötürür. Qapıdan ötürməsi. Yenidən İcra Hakimiyyətin komandasında da top var. 600-ün yerini yetirmədiyinə görə Gəncə İnkişaf Mərkəzi topuna daxil edir. İcra Hakimiyyətinin 6 nömrəli oyuncusu. İndi Gəncə İnkişaf Mərkəzinin hücumunu izləyirik. Zərbə qapısı yerində. Gəncə İnkişaf Mərkəzindədir. Nömrəli oyuncu topu itirir. İcra Hakimiyyəti komandasının növbəti hücumunu izləyirik. 17 nömrəli oyuncu topu komanda yoldaşına ötürür. İcra Hakimiyyəti komandası artıq 2 hissəsi ortasındadır. Gəncə İnkişaf Mərkəzi Sopa mərkəzdən başlayır. Top 9 nömrəli oyuncudadır. 8 nömrəli oyuncu komanda yoldaşlarına baxır. Ötürməsini edir, lakin dəqiq deyil. İcra Hakimiyyəti komandasının növbəti hücumu. Komanda yoldaşına oyunun qarşısı. Yok şimdi bir şey 5-6 oynayayım. Sağ tarafında ya. Kapı böyle mi sen?
Top bir oyun üçün keçməsi keçir, lakin ötürməsi dəqiqdir. Top yenidən Gəncə İnkişaf Mərkəzi komandasındadır. 10 nömrəli oyuncudan zərbə və top bloklanır. Gəncə İnkişaf Mərkəzi küncdən zərbə ilə yeni hücum qurmağa çalışacaq. 10 nömrəli oyuncudan ötürmə və top uzaqlaşdırılır. Gəncə İnkişaf Mərkəzi komandasının yeni hücumlardan başlayır, ötürməsini edir, fərq deyil, hələ ki top onlarda qalır. 9 nömrəli oyuncudan ötürmə və dəqiq deyil. İcra Hakimiyyəti komandasının qapıçısı top oyuna daxil edir. Hava ötürməsi. Devam edip İzlak özündə saxlayır və topu ata çıxır. Hücum davam edir. Top yenidən İcra Hakimiyyəti komandasındadır. Ötürməsini edir. 9 nömrəli